Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: Hörmətli Prezident, əziz qardaşım, Zati Alinizi və Can Azərbaycan xalqını Azərbaycanın müstəqillik günü münasibətilə xalqım adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Zati Alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasında nüfuzun artmasından böyük qürur və iftixar hissi keçiririk. Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri ümumi lider Heydər Əliyevin bizə miras olan bir millət, iki dövlət prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünə məxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik. İnanıram ki, güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də xoşdur. Fürsətdən istifadə edərək Zati Alinizə can sağlığı və xoşbəxtlik diləyir. Qardaş Azərbaycan xalqının davamlı rifahı və tərəqqisi ilə bağlı ən xoş arzularımı bildirir. Can Azərbaycanın müstəqillik gününü bir daha ürəkdən təbrik edirəm.